Doğma rayonumuzda qardaş qardaşlar. Komandamızın Turan, inşallah səhər qələbə tutsunlar. Yaşasın Turan, yaşasın Turan Tovuz, yaşasın Turan. Əziz Turan azarkeşləri, əziz Turan sevərlər, əziz Turan cəmaatı. Komandamız bu günləri öz doğma torpağında oyun keçirməyə gəlir. İlk dəfə də Azərbaycan çempionatında öz doğma torpağımızda oyun keçiririk. Bütün Tovuz cəmaatını, bütün Tovuz azarkeşlərini, bütün Tovuz əhlini komandamızı dəstəkləməyə dəvət edirəm. Sabah saat 16:00-da Tovuz Turan Şamaxı komandasını qəbul edir. Bütün azarkeşlərimizi komandanı dəstəkləməyə dəvət edirəm. Uğurlar Turanımıza, uğurlar Tovuz Turan komandası. Uğurlar Turan azarkeşləri. Hər bir Tovuzlulardan, hər bir Turan sevərlərdən komandamızın yanında olmağını istəyirik. Və stadionumuzun açılışıdır. Bu stadionumuz bizə uğurlar gətirsin, inşallah qələbələr qazandırsın. Azarkeşlərimizin dəstəyi ilə, köməyi ilə Tovuz cəmaatını, futbol sevərləri, Turan sevərləri stadiona dəvət edirik. Gəlib oyunlara iştirak eləsinlər, iştirak eləsinlər. Bir sözlə Turanımıza dəstək olaq ki, Turanımız da bizim ürəyimizi sevindirsinlər. İnşallah Avropada Çempionlar Liqasında Azərbaycan çempionu olmağı Allahdan arzu edirik, Allahdan istəyirik. İnşallah qələbə bizim olar, qələbələr bizim olar, qələbələrin davamları gələr və Turan bizi sevindirər, biz də Turan komandasını sevindirərik. Bizi sabah günündə gözləyirik. İnşallah yaxşı oyun oynayıb Azarkeşlərin sevindirməyə çalışacaq. Qarşı onlar üçün, onlar da darıxıb. İnşallah sabah gün oyunda sona qədər bazarları onları sevindirməyə çalışacaq. Dəstəyimizi gözləyirik. Öpürəm hamımızı. Doğma meydana qayıtdığımız üçün çox sevincliyik. Öz azarkeşlərimiz qarşısında oynayacağımız üçün həqiqətən də həyəcanlıyıq. İnşallah qələbə qazanıb sabah onları sevindirəcəyik. Biz də bu günü gözləyirdik. İnşallah hər şey sabah istədiyimiz kimi olacaq.